الصلاة والسلام على رسول الله الأمين سيدنا ومولانا وطبيب قلوبنا وشفيع ذنوبنا أبي القاسم المصطفى محمد صلى الله عليه وآله وسلم. وعلى آله المعصومين المكرمين لا سيما الحجة روحي وأرواح العالمين لتراب مقدمه الفداء. أما بعد، قال الله الحكيم في كتابه الكريم: أعوذ بالله من الشيطان اللعين الرجيم. يا أيها الذين آمنوا اتقوا الله وكونوا مع الصادقين. صدق الله العلي العظيم. Ey Hüseyin, ey Kerbela Şahi, salam olsun sana. Ey Hüseyin, ey Kerbela Şahi, salam olsun sana. Odlanan zulm ilə dərgahı, salam olsun sana. Ey şəhidi zəv-u xəncər, qətili Kərbəla. Ey çəkən ümmətdən ötürü əsridə bihəd bəla. Alemin canı susuz ətfalıva qurban ola. Ey Hicaz-u Məkkənin şahı, salam olsun sənə. Ey Hicaz-ı Məkkənin şahı, salam olsun sənə. Esselamu aleyke ya Əba Abdillah və aləl ərvahilləti hallət bifinayik. Aleyke minni salamullahi əbədən ma bəqitu və bəqiyyəl leylu və nəhar. Və la cealəhullahu axirəl əhd minni li ziyarətikum. Esselamu aləl Hüseyin və əla Ali ibn Hüseyin və əla avladil Hüseyin və əla əshabil Hüseyin. Fəya leytəna kunna ma'akum fənəfuzə fəvzən azima. Məhərrəm ayının başlaması, əza günlərinin başlaması münasibətilə öz adımdan, sizin adınızdan Zəmanə İmamı, məclis sahibi İmam-ı Zaman ağamıza baş sağlığı diləyirəm və sonra siz əziz möminlərə baş sağlığı diləyirəm. Allah bizi bu il lütf elədiyi kimi bu gecələrdən istifadə etməyi də mərhəmət eləsin, lütf eləsin. Allah bizi İmam Hüseyndən, İmam Hüseynin hədəfindən, İmam Hüseynin məqsədindən, məramından ayrı salmasın. Allah Hüseyn məktəbin dərk eləməyi, qavramağı, öyrənməyi, yaşamağı və yaşatmağı bizlərə nəsib eləsin inşallah. Hər il dua edirik və keçən ildə dua eləmişdik. Allah keçən il dedik, bu ilin məhərrəmisin, ömrümüzə sonuncu məhərrəm qərar verməsin. O duamızın da qəbul olan günüdür bugün. Allah lütf elədi bir daha növbəti ilin məhərrəmin yaşamaqdayıq. Allaha bu lütfünə görə həmd edirik, şükür edirik. Allah bu neyməti bizə çox görməsin inşallah. Dünyanın hər bir yerində bu gecələr İmam Hüseyin əleyhissalama əzadarlıq məclisləri təşkil olunur, matəm saxlanılır. İmam Hüseynin hədəflərindən, məqsədlərindən insanlara bəyan olunur və İmam Hüseyin nehzətinin, Kərbəla hadisəsinin barəsində danışılır, insanlara məlumat verilir. Hər məsciddə, hər məclisdə Hüseyin adı zikr olunur. Allah bütün məclisləri ali dərəcədə qəbul eləsin. Bu məclisi də bizlərdən öz böyüklüyü xatirinə ali dərəcədə qəbul eləsin inşallah. İlk gecədir deyə, ilk gecədir. Mən qısa bir neçə məsələyə istəyirəm toxunam. Ondan sonra əzadarlıq, məsiyyələr oxunsun. Kərbəla unudulmayan bir həqiqətdir. Kərbəla yüksək bir dəyərdir. Kərbəla İmam Hüseyin əleyhissalamın səliqəli şəkildə, məqsədli şəkildə dünyaya verdiyi bir mesajdır, bir həyat dərsidir. Kərbəla hadisəsi
millətindən, irqindən, dilindən, rəngindən, yaşından fərqli olmayaraq bütün dünya ölkələrində müsəlmanlar tərəfindən qeyd olunan və istəklə, coşqu ilə, şövq ilə icra olunan, yaşanan bir məktəbdir. Kərbəla keçmişə aid bir tarix olaraq qalmadı. Kərbəla hər əsri sirkələdi. Kərbəla hər əsrə öz çatdırmaq istədiyi məqsədin, məramın bildirdi. Kərbəla keçmişə aid bir tarix olaraq qalmadı. Bütün əsrləri, bütün zamanları əhatələdi. Bugün də aktual mövzulardan biridir. Biz niyə Hüseyni yad edirik? Kərbəla hadisəsini biz niyə yad edirik? Hər il bu sözlər deyilir, bu suallar verilir. 14 əsr keçib. Biz niyə geridə qalmışıq? Biz niyə keçmişdə baş vermiş bir hadisənin hüznünə özümüzü qərq edirik? Nə səbəbdir? Kərbəla niyə yaşayır? Və tarix boyu bu sualı veriblər və bu suala insanlar cavab tapmağa çalışırlar. Təbii ki, cavablar da var, kifayət qədər cavablar var, o cavablar hər il səslənir. Mən də bir-ikisinə inşallah istəyirəm, işarə eləyəm. Niyə Kərbəlanı biz xatırlayırıq? Deyirlər, Kərbəlanın yaşamasına, əbədiləşməsinə neçə dənə amil, səbəbdir, təsir göstərir. Birincisi budur ki, Allahın istəyi var burada. Allahın əli var bu işdə. Allahın iradəsi var ki, Kərbəla qalsın. Hər o şey ki, Allahın iradəsi var, əlaqəsi var, istəyi var, o şeyi dünya əl-ələ versə də, birləşsə də, cəmləşsə də, məqsəddə olsa ki, o şeyi aradan aparsınlar, eləyə bilməzlər. Mümkün deyil. Kərbəla hadisəsinə olunan təzyiqlər, məhdudiyyətlər, Kərbəla hadisəsi üçün olunan, atılan təhrifi addımlar ki, unudulsun, yaddan çıxsın, keçirilməsin, bütün bunlar hamısı onu göstərir ki, bunların heç biri öz nəticəsini verməyib, heç əksinə Kərbəla məktəbinin yaşamasına daha da təkan verib, daha da şövq yaradıb, daha da istək yaradıb, hətta bəzi həqiqətlərin üstünün açılmasına səbəb olur. Allah iradə eləyib ki, Kərbəla məktəbi yaşansın. Bu bir cavab. Allah niyə iradə eləyib? Məgər bu məktəbdə, bu şəhadətdə, bu Kərbəla hadisəsində nə var? Allah hər o kəs ki, Allah üçün nəsə eləyir, Allah onu heç vaxt qoymur ki, içsin, batsın, aradan geçsin. Ən xırda bir işi belə Allah qoymur ki, içsin, unudulsun. Əgər o iş Allah üçündürsə. Allahın iradəsi bəzən belə bir hadisəyə əlaqələnir ki, Qurandan hamımızın bildiyi kimi, indi Qurandan oxumayıb, eşitməyən belə o sözü bilir. Həcc, Kəbə, Allah evinin ziyarəti və bir dəstə insanın ora tərəf getməsi. Heç ayəsindən xəbəri olmayanda, hədisin bilməyəndə ki, həcc nədir, qulağına deyir ki, bir dəstə insan pul verdi, neçə ay qabaq, adın yazdırdı və Allah evini ziyarətə getdi və Allah evinin ziyarətindən qayıtdı. Nə var Kəbənin ziyarətində, nə məqsəd var? İnsanlar hara gedir? Quran bizi açıqlayır. Deyir, Kəbə, ümumiyyətlə həcc ayinlərinin hamısı 3 şəxsin xatirəsidir. 3 şəxsin orada, o çöldə yaşadığı, başına gələn hadisələrin xatırlanması və təkrar olmasıdır. İbrahim əleyhissalam,
Həzrəti İsmail əleyhissalam və Hacər xanım. Bu üç şəxsin o çöldə yaşadığı hadisələr, onların həyat proqramı Allah tərəfindən əbədiləşdirir, milyonlar insan gedir, onların elədiyini təkrar eləyir, ona vacib olur, pul xərcləyir, vaxtı gedir, zamanı gedir və o ayinləri icra edir. Bir zaman Həzrəti İbrahim yoldaşı, həyat yoldaşı Hacər xanımı və oğlu İsmaili Allah əmri ilə getirdi, Məkkə yaxınlığında bir yerdə qoydu. Allah dedi, apar evladın İsmaili ki 80 yaşında tapmışdı, Allah bəxş eləmişdi ona İsmaili evlad. Dedi, apar qoy orada və məsləhət belədir ki, onları qoyasan və qayıdasan. Hacər və İsmaili Allah, Həzrət İbrahim apardı, qoydu ki, Məkkə yaxınlığında. İbrahim özü etiraf edir ki, bu elə bir çöldə məskunlaşdırdım ki, nə su var, nə ot var. Qupquru səhralıq. Allah dedi, sən mənim dediyimi elə. Apardı Allahın əmrinə təslim olaraq, ailəsini qoydu, orada qayıtdı. İndi bir anadır, özü də susuzdur, evladı da susuzdur. Gördü ki, İsmailin halı çətinləşir. Uşaq çaşdırıb özünü su istəyir. Ana ola, evladın bir ehtiyacından agah ola. Hacər başladı qaçmağa. Bir o tərəfə gedir, bir bu tərəfə gəlir. 7 dəfə qaçıb. Bugün hacılar gedirlər Allah evini ziyarətə. O Hacərin qaçdığı, su axtardığı yerdə onlar da gərək qaçsın. Allah qismət eləsin, gedəs görür. Orada bəzi yerlər var, ahəstə gedirsən, asta-asta gedirsən. Bəzi işıqlar orada quraşdırılıb da bilinir ki, artıq buradan biraz surətdə getməlisən. Çünki Hacər burada surətdə gedir. Bir ananın ürək yanğısı ilə yaşadığı səhnəni milyonlar insan gedib təkrar edir. Getdi, gəldi və net qaydan baş görür İsmail suzundan ayağın yerə o qədər vurub, dabanının ayağının izindən yerdən su qaynayır. Üstündən illər keçir, İbrahim gəlir, xəbərdar olur, nə baş verir falan. Allah deyir, gəl Kəbəni tik. Kəbəni tikir. O yer ki, İbrahim dayanıb Kəbə tikib, orada bir ziyarətgahdır. O yerdə ki, İbrahim dayanıb namaz qılıb, orada bir ziyarətgahdır. Allah bir də imtihan edir İbrahim. Məqsədim bu hadisələrdə danışmaqda budur ki, yəni Allah bir hadisəni iradə eləsə ki, qalsın tarixdə, heç vaxt silinməsin, ona heç kəsin gücü çatmaz silməyə. Və həc bütünlükdə bax budur. İbrahim, Hacər və İsmailin yaşam tərzi. Kərbəla hadisəsi də bu nöqteyi nəzərdən Allahın iradəsinə bağlıdır ki, Allah istəyir yaşasın. Və bütün insanlar bu hadisədən agah olsun, xəbərdar olsun. Elə işidir İbrahim, İsmail və Hacəri o Kəbədə qoydu, qaydırdı, bir dua elədi. Deyir, Peyğəmbərimiz buyurdu ki, o duadan mənə də çatdı, mənim balalarıma da çatdı. Duası bu oldu. Rəbbənə fəcəl əfidətən minən nas təhvi iləyhim. İlahi, insanların qəlbin bunlara mehriban elə. Hər kəs bunlara rast gəlsə, hər kəs bunları görsə, hər kəs bunlarla danışsa, bunları sevsin. Peyğəmbərimiz buyurdu ki, İbrahim, babam İbrahimin duası mənim də əhl-i beytimə və mənə şamildir. Allah bu nöqteyi nəzərdən bizi sevir. İnnə lil-Hüseyni məhəbbətən fi qulubin nas lən təbrud əbədə. Fi qulubil müminin lən təbrud əbədə. Hüseynin möminlərin qəlbində elə bir məhəbbəti, gizli məhəbbətini Allah qoyub ki, heç vaxt o məhəbbət azalmayacaq, sönməyəcək, tükənməyəcək. Bax, İbrahim əleyhissalamın istəyidir. Peyğəmbər də İmam Hüseyin əleyhissalamın tarixdə var, rivayətdə var. Dünyaya gələndə qundağın verdilər Həzrət Rəsulullah'a. Həzrət
İmam Hüseyin əleyhissalamı öpdü, nəvaziş elədi və bu ayəni oxudu. Dedi, ilahi, insanların qəlbini buna qarşı mehriban elə. Bunun məhəbbətin insanların qəlbinə sal. Bu, həmən o məhəbbətin xəbəri idi ki, Həzrəti Zeynəb də İbn Ziyada deyirdi. Deyirdi, kid keydəkə, vəcəhəd cühdəkə, fəvəlləzi şərrəfəna bil-vəhi. Dedi, əlindən nə gəlir elə? Nə qədər məkrun var, nə qədər hiləm var elə. And olsun, bizi vəhy ilə şərafətləndirən Allaha, vəhyi bizim ailəmizə, bizim xanedanımıza bəxş eləyən Allaha, kitabı bizə əta eləyən Allaha, ləm təmhu zikrəna. Heç vaxt bizim adımızı məhv eləyə bilməyəcəksən, tarixdən silə bilməyəcəksən. İstəsən də eləyə bilməyəcəksən. Əlindən hər nə gəlir elə, nə pisliyi bacarırsan elə. Elə zahirən də bu cür olub. Tək İbn Ziyad yox, ey bəsa İbn Ziyadlar, əlindən nə pislik gəlib eləyib, əksüləməl verib bu iş. Diqqət eləyin, əksüləməl verib. Yəni, nəinki qarşısını alsın, hətta məhəbbət istəyi daha da çoxaldıb, daha da şirin eləyib. Çünki Allah Quran-ı Kərimdə də qeyd edir, tuizzu mən təşa və tuzillu mən təşa. Qəlbləri yönləndirən Allahdır, qəlbləri haldan hala salan Allahdır. Sadəcə bir dənə məsələ qeyd edeyim. Allah Hüseynin sevgisini qəlblərdə qoyub, müntaha bir dənə şərti var. Şərti budur ki, Hüseyni gerək tanıyıb dərk eləyə biləsən. İmam Hüseyni dərk eləmək, Hüseynin fəzilətin, Hüseynin hidayətindən bəhrə aparmağın ilk şərtidir. Onun belə adın, ismin bilmək yox, İmam Hüseynin məqsədin, məramın tanı. Ona görə alimlər dua ediblər, böyük-böyük şəxsiyyətlər, müştəhidlər dua ediblər ki, Allah bizi Hüseynin hədəfini dərk edənlərdən elə. Biz bilək ki, Hüseyin nə iş gördü. İmam Hüseyin əleyhissalam hansı hədəfin arxasındaydı, onu dərk eləyə bilək. Onu dərk eləyə bilsək xoşhalımıza. Bəs Allah istəyib Hüseynin adı yaşasın, Allah istəyib Hüseynin gördüyü işlər tarixdə qalsın, əbədiləşsin. Çünki İmam Hüseyin əleyhissalam İslamın ən çətin vaxtında elə bir iş gördü ki, İmam Hüseyin əleyhissalam qəfil yatağında öldürülmədi. İmam Hüseyin əleyhissalam, nə bilim, bir terror, suiqəst nəticəsində öldürülmədi. Kərbəlada baş verənlərin hamısını İmam Hüseyin əleyhissalam səliqəli şəkildə ifa elədi. Yəni, o, hər bir şey yerində elədi. Bax, məsələ bu, Kərbəlanın böyüklüyü bundadır. Kərbəladan da çox faciəvi şəkildə qətlə yetirilib, günahsız öldürülənlər var tarixdə. Tarixdən xəbərimiz var. Kərbəladan da çox, Kərbəlada 72 nəfər şəhid olubsa, ondan da çox sayda minlərlə insanın qətilinə səbəb olan faciələr tarixdə var. Amma onların hər biri öz xalqı üçün yaşaya bilib. Müəyyən müddət yaşaya bilib. Kərbəla bütün zamanları, bütün məkanları, bütün xalqları əhatə eləyə bildi. Deməli, burada bir həqiqət var. Həqiqət budur ki, İmam Hüseyin əleyhissalam elə bir iş gördü ki, nəinki özü əsrinə, qiyamətə qədər gələcək bütün insanlara dərslər, ibrətlər qoydu. Hətta tarixdə yazırlar, digər məsumların belə vəzifəsini icra edir imam. Bəzən soruşur ki, niyə İmam Sadiq, niyə İmam Musa Kazım İmam Hüseyin eləyəni eləmədi? Niyə İmam Rıza İmam Hüseyin eləyəni eləmədi? Deyirlər, çünki İmam Hüseyin elə bir iş görmüşdü ki, daha ehtiyac qalmamışdı ikinci Kərbəlaya. Onların simasını elə tanıtdırmışdı, yolu elə açmışdı, elə aydınlatmışdı, elə işıqlandırmışdı ki, ehtiyac yox idi ki, digər imamlar da o İmam Hüseyin əleyhissalamın etdiyini etsin. Bax, İmam Hüseyin əleyhissalamın Kərbəla hadisəsi Aşura məktəbinin əbədiləşdirən bir
səbəbi mən vaxt eləyib, xidmət üzə çatdıra bildim. Bu günlər Müslümün rozəsi oxunur, birinci gün. Həzrəti Fatimə Zəhra rozəsi oxunur. Müslümün, İmam Hüseynin ilk şəhidi Ərəfə günüdür. Səhəri ki, Qurban bayramı olacaqdı, Zilhiccənin 9-u, Ərəfə günü Müslüm şəhid oldu. İmam Hüseyin əleyhissalam Məkkədən çıxıb Kərbəlaya gəlirdi. Çatırdı, az qalır çatmasına. Yolda deyir, gördü bir nəfər Kufədən gəlir, Müslüm də Kufədədir, İmam Hüseyin göndərib. Həzrət bunu görəcək, soruşdu ki, Müslümdən nə xəbər? Deyir, gördü, başını saldı aşağı, dedi ki, ya İbn Abdullah, başınız sağ olsun, Müslümü şəhid eləyiblər. Davr-ı Limariyə qaldırdılar, Müslümə aman verdilər, aldatdılar, xəyanət elədilər, dedilər, öldürməyəcək səni, canın amandadır, getirdilər, gəldilər və aldatdılar, götürdülər, qaldırdılar Darül İmarəyə. Oradan Müslümü atdılar, yerə şəhid elədilər. Deyir, Müslüm orada İmam Hüseyin əleyhissalama o hündür yerdən bir salam verdi, bir qərib insan, adamsız adamın salamını verdi. Baxdı, bu mərsədə də nəzmə çəkir, söylə Hüseynə ey səba, Kərbəlaya gəlməsin. Gəlsə düşər bu dəştidə, dərdi bəlaya gəlməsin. Küləyə deyirdi, bir heç kəsi yoxdur, heç kimi yoxdur, bir söz deyə İmam Hüseyinə xəbər yollaya, elə nalə ilə İmam Hüseyinə salam verdi. Son anda bir söz dedi Müslüm. Müslümə dedilər, nəsə bir istəyim var, dedi 2 rükət namaz qılıram. O namazım şəhadət verəcək qiyamətdə. O namazı qıldı deyir, tez qutardı. Zirehim verdi, qılıncım verdi, dedi bunları satarsınız, neçə gündür bu şəhərdəyəm, biraz borcum var filan kəsə onu verərsiniz. İnsan haqqına riayət elədi. Hüseynin şəhidiyəm, amma qiyamətdə əgər o insan haqqı ilə mən ölsəm, qiyamətdə dirilsəm, Allah onu da soruşacaq məndən. Çox da Hüseynin şəhidisən, çox da Hüseynin elçisisən. Bunlara diqqət ediblər, ona görə böyük bir insan olurlar. Deyir, verdi, deyir, bunları satarsınız, mənim borcum var filan yerə, onu bağlayarsınız. Dedi, sonra nəsə istəyim var, dedi, istəyim budur ki, məni öldürəndən sonra sürünməyim. Şəhərin içində sürütləməyim məni. Deyir, Bəkir ibn Həmran, deyir, güldü, Allah lənət eləsin, güldü, deyir, dedi ki, mən səni bura qədər çox şücaətli bir adam bilirdim. Qorxurdun, niyə gəlmişdim bura? Dedi, yox, mən öləndən sonra məni sürüyəcəksiniz, mən ona görə qorxmuram. Mən narahatam. Mən ona görə narahatam ki, Hüseynin adı kiçilməsin. Deməsinlər, Hüseynin əskərin sürüyürlər. O elə Hüseynin adı uca qalsın. Ölürəmsə də elə şəhid oluram. Hüseynin elçisiyəm. Küçədə məni uşaqlara məsxər eləməyin, mənə daş atmasınlar, mənim vücuduma, cəsədimə hörmətsizlik eləməsinlər, buna görə edirəm. İmam Hüseyin əleyhissalama deyəndə ki, Müslüm şəhid oldu, deyir, Həzrət bərkdən ağladı. 2 yerdə tarixdə var Hüseyin bərkdən ağlayır. Biri Həzrət Əbəlfəz əleyhissalamın şəhadətindir, biri də Müslümün şəhadətindir. Fəbukaən şədidə. Hönkür-hönkür ağladı İmam Hüseyin. Deyir, orada da bir dənə cümlə dedi. Dedi, bunlardan sonra dünyanın heç bir ləzzəti yoxdur. Müslümü ki, eşitdi, şəhid olub, dedi, bunlardan sonra dünyanın heç bir ləzzəti yoxdur. Ondan sonra Həzrət dedi ki, artıq karvan qafilə dayanmışdı. Dedi ki, Müslümün balalarını çağırın, ailəsinin, qızlarını, uşaqlarını çağırın. Deyir, körpə qızı var idi Müslümün. İmam Hüseyin əleyhissalam da gətirdi, onu əyləşdirir dizinin üstündə. Öpür bunun, deyir, əllərindən saçını sığallayır
deyir, birdən bu uşaq dedi ki, ya Abdullah, sən məni elə bil yetim kimi nəvaziş elədin. Yetimin başına sığal çəkən kimi başıma sığal çəkirsən. Deyir, onda bildilər, xanımlar, qızlar eşitdilər, başladılar ağlamağa. Bax, Hüseyin özü yetimlərə belə nəvaziş eləyirdi. İlk şəhidi idi Müslüm, onun balalarına bu məhəbbəti göstərdi. Amma Hüseynin yetim balalarını vurdular. Hüseynin yetim balaların ağlayanda qamçı vururdular. Hüseynin yetim balalarının ayaqları qabar eləmişdi çölün tikanlarından. Yol gedə bilmirdilər. Yıxılanda da vururdular, duranda da vururdular. Ələ lənətillahi qavmiz zalimin, səyyələmüllezine zələmu əyyəm qələbin yənqəlibun, əsəlükəllahımə və nədbuk, bismikəl azimil əzəm, əl-əzzələ cəllil əkrəm və bil-Hüseyin məzlum, ya Allah, 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 İlahi dərgahva uzanan əlləri sinələrimizə naümid qaytarma. Dünya və axirət bizi Peyğəmbər və Əhl-i Beytindən, Əli və övlad-ı Əlidən ayrı salma. Bizdən və bizdən sonra gələn nəsillərimizdən, xalqımızdan, elimizdən, obamızdan Əli və övlad-ı Əliyə düşman qərar vermə. Hacəti olanların, istəki olanların hacət və istəklərini rəva elə. Xəstələrimizə, yadımızda olan kəslərə, müraciət olanların xəstələrinə şəfaya acil mərhəmət elə. Qəriblikdə, qürbətdə olanlarımızı, əsgərlikdə, əsirlikdə olanlarımızı səhi səlamət edib ailələrinə qovuşdur. İzzət, baş ucalıq sənin qapındadır, sənə bəndə olmaqdadır. Ölən günə qədər izzətimizi əlimizdən alma. Allah'ın verdiği rəhmi və mərhəmət və bütün möminlərə, müsəlmanlara, müraciət olanlara halaldan bir minnət ruzu ehsan elə. Günaha açılan qapıları üzümüzə bağla. Övladı olmayanlara salih evladlar nəsib elə. Bu məhərrəmi və əza günlərin ömrümüzə sonuncu məhərrəm ayı qərar vermə. Aqibət xətmi bir xeyr bizləri qərar ver. Günahlarımıza, səhvlərimizə, xətalarımıza qələmi əfv çək. Möminlərin, müsəlmanların vəhdətin, birliyin, gücün, qüdrətin günü-gündən artıq elə. İslam düşmənlərin, Əhl-i Beyt düşmənlərin, əxlaqımızın, əqidəmizin, mənəviyyatımızın düşmənlərin dünyanın hər bir yerində zəlil, xar və rüsva elə. Abdullah Hüseynin pak, mütəhhər uğruna İmam-ı Zaman ağanın salamatçılığı və zühurunun təcilinə